Bu cür insanları küçədə asırsınız. Hə? Sonra Allah'tan danışırsınız. Allah cəza. Allah'tan cəza istəyirsiniz. Kimə? İsrailə. İsrail küçədə bunlar asır, siz asırsınız. Öz millətinizi küçədə gülləli. 30 bindən artıq adam güllə, belə gənc gülləliyiblər. 30 min ailənin evində faciə var. Nəsillərində, qohumlarında faciə var. Gözlərində qorxu. Bu həyat deyil. Bu dəhşət və vəhşətdir. Gəncəcik qızdır. Nəyin üstündə şəkil yanma. Bu əl qaldırmaq olar. Ne qədər alçaq olmalısan. Nə qədər vicdansız olmalısın. Və deyilənlərə görə, mən inanıram bu deyilənlərə, çünki belə İranı sevən, təəssübkeş insanlar mənə deyirlər, oranı vətən bilən insanlar mənə deyirlər ki, orada bakirə qızları öldürmək olmaz, çünki bakirə qızlar, dini kitablarda belədir ki, o öyrəndə avtomatik də, mexaniki, yəni cənnətə düşür. Belədir, onların düşüncəsinə görə belədir, bakirə qız cənnətə düşür. Qızcığaz bakirə olduğunu görür, əvvəl zorlayırlar, o sepah, sonra öldürür. Deyirəm, nə səviyyəsiz varlıqlarsınız siz? 2 dənə şəkil qoyubsan, bunu edam elədilər, bunu nə bilim təcavüz elədilər, dəlilsiz, subutsuz, ağızlıva gələni danışırsan. Yəni, düşmənçiliyin də bir həddi var da, biz də Trump'ı, Netanyahunu düşmən bilirik. Ümumiyyətcə, onlar bütün bəşəriyyətin düşmənidir. Amma götürək, məsələn, Netanyahunun şəklini qoyaq ağzımıza gələn yazıq altından, nə bilim, Trump'ın şəklini qoyaq ki, belə-belədir, halbuki bütün dünya onların Epstein məsələsindən danışır. Yəni, düşmənçiliyin də bir, nətər deyərlər, bir ədəbi var da. 2 dənə şəkil paylaşıbsan, bunu edam elədilər, bunu neynədi, təcavüz elədi. Yəni, ağzıva gələni danışırsan, danışmaya pulsuzdur danışırsan. Birincisi, İranda əgər kimsə edam olunursa, deməli bu 100% cəsusdur. Ya da ki, ağır bir dənə cinayəti var, bağışlanmaz, məsələn, günahsız bir insanı öldürüb. Qana qan. Bunu bizim kitabımızdır, Quranımız deyir. Hə, indi qan sahibi bağışlarsa, o başqa məsələ. İkincisi də ki, paylaşıbsan şəkili, nə bilək, həmin adamı edam ediblər, ağzı verəni danışırsan. Sən özün kimə deyirsən? Sən veriliş aparanda o vaxtı verilişdə bir nəfər sənin əleyhə söz deyəndə özü ilə zıvalıydın. 10-15 nəfərlik verilişdə diktatorluq edirdin. Gəlibsən burada deyirsən, filan kəsə edam verədilər, filan kəsə verirlər. Sən kimə deyirsən? Sənin ali baş komandon, Alyonanın qaynatası, hakimiyyətə gələndə cəmaatın başına non gətdi, maşınla üstünə keçirdilər. Tərtər hadisəsi heç kim unutmayıb. Nə qədər günahsız insanlar zindandadır. Sən kimə deyirsən, hə? İranı qınayır, adam edam eləmədi. İsrail 70-80 ildir günahsız insanları qırır Fələstində. İsraildə uşaqlar üçün hökm var. 200 neçə il, nə bilim 300 neçə il cinayət işi.